Bizim əskər var idi orada, 2 dənə F1-i çəkdi belə. Bizim dərbisən əskərdə də başladı. 2 dənə F1-i çəkdi, ermənilərin tolpasının üstünə qaçdı. Özü ilə elə erməniləri partlatdı. 80 nəfər maşının içində bir dənə əskərimiz var idi. Qasım Tahir. Bizə bir dənə o köməyə gəlmişdi. Komandir nə deyib ki, komandir siz gedin. Mən onsuz da şəhid olmaq istəyirdim. Yəni çox mərd əskər idi. O əskərimiz də özünü partlatdı ermənilə beraber. Cənab General Mayor Polat Həşimov şəhidimiz bizim postda Ağçınqıl döyüş mövqeyinə gəldi, əskərlərimizlə bizlə söhbət elədi. Möhkəm olmamızı tapşırdı. İnşallah tezliklə torpaqlarımızı azad edəcəyimizi dedi.